Eşitdin də Kamranla Sevdanın arası deyib. Yəqin toy məsələsidir. 100% az başqa nəyə görə olacaq? O Kamranın canında bizə nələr var? Gəlir hər gün evdə, ondan atır, buradan söz atır, oradan şey eləyir, ailəni qızışdırır da, başa düşdün? Sevdanın da ağlı yoxdur axı. Mən əvvəldən ona demişdim də, amma mən qulaq asmadım. Mən əvvəldən ona dedim ki, bir oğlan tanı, bir xasiyyətlə var. Yox, var axı qızlarda. Qəşəndir. Yox, bu qəşəndir. Presləri var. Xasiyyət getdi işin dalınca. Kamran da anasının balasıdır, nə gözləyirsən? 100%. Səni var xalanın ailəsi elə dağılıb, elə dırdırdan danışmaqla, gic-gic elə, oturur evdə ssenari qurur. İşi yoxdur axı. Bekarçılıqdan, hə. 2 saat da oturmuşum burada. Yoruldun mu ki, duraq? Sən də hazırsan durma. 8 saat düzü oturmuş. Duraq gedək başqa məkana keçək. Duraq orada da söhbət edək. Hesabı verərsən də sən. Gedim biraz da belə damlayım onu. Onu mən vaxtı gəlib onun anası ilə danışım. Düz anası nə qədər də şey olsa, problemin olsa. Bilmirik də day. Az işim azmış kimi indi bir də Sevda ilə danışım görüm nə olur. Sən bizim dalımızca düşmüsən? Yox, mən sizin dalınızda düşməmişəm. Hə, bizim dalımızca düşüb bu. Ola bilər də, normaldır. Yox, səhv başa düşürsünüz. Mən 3 ay bundan qabaq qələt elədim. Yan masadan sizin söhbətə qulaq asdım. O qədər maraqlı gəldi. Nə olar mənə deyin də Kamranın axırı nə olacaq? Ona görə sizi izləyirəm mən. Sən çox belə şey adamsan ha. Bunun nömrəsini götürək hər gün oturaq. Səncə də Kamranın ağlı yoxdur. Kim Kamranın başına? Kamran ağlı olsaydı, düz deyil, Kamran daha canım qaçana. Kəmaləli nədir Kəmalə? Bir ara mən də qaçırdım. Kəmalə keçən dəfə oturmuşdum, danışdınız o yarısı qaldı. O Kamalən söhbəti mənim yadımdan çıxdı. Mənimdir. Orada nə olub? Kəmalə maşını cızmışdılar da. Ay, so cızmışdı, eksi cızmış. Çay necədir? Bombadır, Çay əladır. Şəndən də əladır.